Əziz tamaşaçılar, Çare efirdədir. Xatırladıram ki, telefonumuz 510-02-04 və 69-74 SMS ünvanımız açıqdır. Mövzumuz isə, demək, osteoxondroz, poliartrit və radikulitdir. Bu barədə də indi həkimləri dəvət eləmişik. Şübhəsiz ki, fikir ayrılıqları da olur arada. Bu mütləq olmalıdır. Əks halda, demək, onda mövzunu açıb tam aydınlaşdıra bilmərik. Bizim bayaq bir telefonumuzun cavabını vermədik. O da ondan ibarətdir ki, ağız ətrafında səpkilər istəyərdim ki, doktor ona bir cavab verəsiniz. Sonra biz bir telefonu da qəbul edək. Ağızda olan yaralar və səpkilər bir çox xəstəliklərdə müşahidə edilir. Düzdür, bizim xəstələrimiz çox vaxt bunu sadə bir şey hesab edirlər və gözləyirlər ki, bir mas sürtməklə və yaxud da ağızda bir qarqara etməklə, hər hansı bir otdan, bitkidən istifadə eləməklə onu həll eləmək olar. Düzdür, bəzən bunu həll eləmək olur. Məsələn, hadisələrin 50%-də bunu həll eləmək olur. Ancaq qalan 50% hallarda o adam hər tərəfli müşahidə olunmalıdır. Məsələn, tutaq ki, belə bir xəstəlik var, qırmızı qur deşənəyi. Bu xəstələrin hamısının ağzında yara olur və bu yaralar illərlə sağalmır. Məsələn, Behçet xəstəliyi var, Behçet xəstəliyi. O, türk alimi var, onun adı ilə əlaqədar olan bir xəstəlikdir. O xəstələrin ağzında ömür boyu yaralar olur və onu heç illərlə sağaltmaq olmur. Yəni, ona görə də, bax, belə xəstəliklər də var. Məsələn, və yaxud Sjögren xəstəliyi var. Bunların ağzında quru sindrom olur və ağızda yaralar, səpkilər əmələ gəlir, illərlə sağalmır. Yəni, sözüm ondan ibarətdir ki, əgər həmən xanımın ağzındakı səpkilər adi mazla, qarqara ilə, otlarla keçmirsə, həkimə müraciət eləsin və o hər tərəfli müayinə olunub, diaqnoz qoyulur. Yox, dedi ki, revmatizmə var. Yox, revmatizmdə elə hadisa olmur. Aydındır. Bəli. Xanım sadəcə olaraq yanlış yoldadır. Birinci növbədə yaxşı olardı ki, dəqiq müayinə olunsun. Bəzən də adicə B2 vitaminin çatışmamazlığı nəticəsində uzun müddətli yaralar olur, ağız üst bucağında, bəli. Bəli, 100-ə qədər xəstəlikdə ağızda yara olur. O cümlədən vitamin çatışmamazlığında. Hətta bəzən ağzın içində olan herpesin özü belə qıraq ətraflara vurur. Bilirsən ki, çıxır, gedir, çıxır, gedir. Herpes adətən bir neçə günə sağalır, adətən. Hətta çıxır, gedir, bilirsən, 2 gün, 3 olmadığı da belə. Amma uzun müddətli davam eləyirsə, yəqin ki, Həsən ağa mənim saydığı xəstəliklərdən hər hansı biri ola bilər və yaxud da vitamin çatışmamazlığı sözsüz ki, müayinə olub. Tam dəqiqləşdirilməlidir. Amma bitkilər vitaminlərlə zəngindir. Yəni, əslində, məsələn, ağız içi yaralarda TSF çayından və yaxud da stamanginoldan istifadə edə bilərlər. Əgər ağız bayır tərəfdədirsə, yəni TSF çayını islatma şəklində də qoymaq olar, amma daha effektiv olması üçün səbəbi araşdırılmalıdır. Təşəkkür edirəm, çox sağ olun. Alo. 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 Bəli. Salam, həkimləri salamlayıram. Aleyküməssalam. Mən bilmək istəyirəm ki, mənim uşağımın 3 yaşı var da. Bəli. Bu, aparmadığım yer yoxdur. Yəni, deyirlər, qurdu var, əllərinin üstündə səpkiləri olur. Bir də qaşınması, dəhşət qaşınması var uşağın. Bu, bilmək istəyirəm, göndərib vermənin qan analizinə, qan analizində ləmbliyə qurdu çıxıb. Bəli. Yəni, müalicəsinə də başlamışam, amma bir həkim də var ki, deyir, bəs lambliya qurdu güya qanda olmur, yəni mümkün deyil, ancaq nəcistə yoxlanılır, nəcistə çıxır. Bunu bilmək istəyirəm, yəni ləmbliya qurdu, qanda olmur. Oldu xanım, aydın oldu, təşəkkür edirəm. Bir də daxili orqanların yoxlamışam, zəhmət olmasa, deyir, yəni izlənilir, qurdu var, izlənilir orada. Amma deyir, ola bilər ki, çox güman bağırsağındadır, zəhmət olmasa bu barədə. Aydın oldu xanım, təşəkkür edirəm. Sağ olun. İkinci telefonu qəbul edək. Alo. Alo, yoxdur ikinci telefon. Mən istəyərdim birinci növbədə aydınlıq gətirək ki, xanım deyir ki, qanda baş verir yoxsa. Buyuruz, bir qısa aydınlıq gətirin. Yəni, qurdunu əlbəttə qanda da təyin eləmək olar. İmmunoglobulin GAM səviyyəsində, yəni onun qurdun orqanizmdə qurda qarşı əmələ gələn antitellər qanda tapılır. Yəni, bu mümkündür. Eyni zamanda nəcistə də təyin eləmək olar. Yəni, həmən xanım öz uşağını savadlı pediatra və yaxud parazitoloqa, yəni qurdla məşğul olan həkimlərə parazitoloq deyirlər. Parazitoloqa göstərsin və o problemi həll eləmək mümkündür. Təşəkkür edirəm. Ulduz xanım, biz hal-hazırda məlum oldu ki, aşkarlanıb ləmblə və uşaqda da qaşınmalar var. Nə məsləhət görərdik ona? Bəli, bitkilərlə, yəni dərman müalicəsi götürsün xanım. Əgər kömək eləməsə, 1 ay, 2 ay görürsünüz, olur. Bəzən immunitet o qədər aşağı olur ki, kömək etmir dərmanlar. Əgər elə halda müraciət etsə, biz ona bitkilər verə bilərik. Yəni, uşaqlara biz artıq standart vermirik.
uşaqlara onların dozalarına görə, bir də o bağırsaqda olan mikrofloraya görə xüsusi yığımlar düzəldib veririk. Bunlarla bərabər xanıma məsləhət görərdim ki, sarımsaq, limon və belə elə dərman verə-verə də bundan istifadə etsin. Həm immuniteti qaldırır, həm də ləmlənin azalmasına kömək edir. Onu biz həmişə demişik, 3 yaşında uşaqdır, bir baş sarımsaq götürəcək, bir ədəd də limon. Bunu doğrayır, üzərinə yarım litr ət maşından keçirir, üzərinə yarım litr qaynamış soyuq su tökür, qoyur, səhərə qədər qalır. Səhər onu süzür, bir xörək qaşığı bal əlavə edir, qoyur soyuducuya. Bax, bunu gündə 3 dəfə bir desert qaşığı uşağa versin. Yəni, elədiyi müalicə ilə birlikdə fərqi yoxdur, ya dərman, ya bitki. Təşəkkür edirəm. Yalçın həkim, əlavəniz varsa buyuruz. Ümumiyyətlə, liambiyalar qurd deyil əslində, ibtidaidir, xanım qurd kimi qeyd elədi. Yəni, liambliozda və digər qurd xəstələrində tiazol çayından istifadə edə bilərlər və tiazol çayı əksəriyyət qurd növlərinin çox asanlıqla həm ölməsin, həm də orqanizmdən xaric olmasın təmin edir. Eyni zamanda liambliyalar adətən öd hissəsində də toplanmağı sevirlər. Yəni, ona görə də yaxşı olar ki, tiazol çayı ilə yanaşı teaxolin çayı da istifadə olunsun. Çünki teaxolin çayı öd qovucu təsir, çox gözəl öd qovucu təsirə malikdir. Özü uşaq olduğuna görə elə balla da verə bilər o çayı, heç bir şey də olmaz. Ümumiyyətlə, burada variantlar çoxdur. Əslində, qurd xəstələrində daha yaxşı olar ki, profilaktikası aparsın demək olar ki, hər gün. Yəni, bunun da dırnaqların vaxtı-vaxtına tutulması, pastellərin, alt paltarlarının mütləq qaydada ütülənməsi və ümumiyyətlə qurd xəstələrində yaxşı olar ki, ailəvi müalicə geçsin. Çünki əgər bir şəxsdə varsa, digər şəxslərə keçmə ehtimalı yüksəkdir. Əsasən gigiyenik vasitələr riayət olunmalıdır, gigiyenik qaydalara riayət olunmalıdır. Eyni zamanda müalicə aparılmalıdır. Sözsüz ki, qurdun növündən asılı olar. O ki, qaldı əlindəki olan səpkilərə, bu qurd xəstələrində də ola bilər, digər dəri xəstələrində də ola bilər, allerji xəstələrdə də ola bilər. Amma bəzi halda da, yəni son dövrdə çox az müşahidə olunur, yəni qoturluq xəstəliyi. Yəni bir çox hallarda belə deyək, həkimlər o qədər də önəm vermir. Yəni az rast gəlindiyinə görə çox diqqət ayrılmır. Əgər axşam qaşınmalar, axşam üstləri, yəni deyək ki, yatma ərəfəsində artırsa, çünki bir də əgər o səpkilər deşiklər formasındadırsa və bir-birinə qoşa yaxın olan cüt səpkilərdirsə, çünki qoturluq cənələri dərinin bir hissəsindən girib, digər hissəsindən çıxmaq, yəni belə bir həyat tərzi sürürlər və axşam saatlarında onların dəri səpki çıxması, həm səpkilərin artması, eyni zamanda qaşınmaların artmasına səbəb olur. Ona görə də diferensiyasiya olunmalıdır ki, qoturluqdur və yaxud da digər qurd xəstəliyi. Yəni, tam aydın deyil də bu mənada. Ona görə də ləmbələni müalicə eləməklə bərabər yaxşı olardı ki, demək, dəri həkiminə də göstərilsin uşaq. Bizim mövzumuz bayaqlar dediyim kimi osteoxondrozdur. Bu barədə bir neçə SMS-i var. Bir telefonu qəbul edeyim, sonra söhbəti davam elətdirək. Alo. Alo. Bəli. Salam Fikrət müəllim. Əleyküm salam. Fikrət müəllim, mənim sualım sizədir. Amma bilirəm mövzudan kənaram, amma bugün düşünmüşəm sizə, çox sevinirəm ki, bugün düşdüm. Oğlumun 7 yaşı var. Gecələr burnu tutulur, nəfəs ala bilmir. Çox xahiş edirəm sizdən. Mən bunun üçün nə edə bilərəm? Yəni, heç yoxlatdırmamsınız da, 7 yaşı var, ancaq gecələr burnu tutulur bilirsiniz ki? Yox, birisi yoxlatdırmışam. Burun qanaması vardı onda, burun qanıyır. Elə bil ki, əsas da bu vaxtlar əncil yetişəndə. Allergik rinitdir də yəqin də. Ola bilsin, əgər əncil yetişəndə, çünki əncilin tükçükləri var, ola bilsin ki, allergik rinitdir. Oldu xanım, aydın oldu, təşəkkür edirəm. Alo. Alo. Bəli. Salam. Əleyküm salam. Qonaqlarınızı salamlayıram. Fikrət müəllim, mənim atamın ayaqları quruyur, qıc olur. Oxalıysan, haçandan açılır. Neçə yaşı var? 60 olacaq. 60 olacaq. Bəli. Xanım, nə sənətin sahibidir o? Heç bir şey. Yəni, heç bir şey. Kebabçıdır özü. Yox, o mənada demirəm. Yəni, oturaq həyat keçirir, yoxsa... Bəli, oturaq həyat keçirir. Oturaq həyat keçirir, bu belə. Sonra bel fəqərə sütununu yoxlatdırmısınız, yəni onurğa sütununu? Yox, deyirik həkimi getiylə, getmir həkimə. Ayaqlar quruyur, haçandan oxalıysan, sonra açılır. Xanım, əgər həkimə getmirsə, onda biz nə edə bilərik? Yəni, bir şeyin ki, diaqnozu olmadan, bilirsiniz ki, ayaq tutulmalarının çox səbəbləri var. Dünən elə mən ən azı bir 10'un mən saydım və həkimlərin də hansını dindirsəm 50'sini sayacaq.
və onda Deməli- bütün verilişi ancaq sayacağıq o xəstəliyin adını. Mütləq həkimə getməlidir, yoxlatdırmalıdır. Aşağı tazabedrani sustav deyirlər. Bu aşağı orqanları yoxlatdırmalıdır. Reproduktiv sistem deyirlər. Ondan da yoxlamalıdır. Ondan sonra qanını yoxlatdırmalıdır. Yəni bu bir İki ayağındadır, yoxsa bir ayağında? O iki ayağı da olur. İki ayağıdır da. Ona görə də tam bir yoxlama keçməlidir də. Yaşlı Deməli, adamlarda bir çox var. sualım da var. Aydın oldu xanım, təşəkkür edirəm, çox sağ olun. 60 yaşı var. Bu insan həkimə Çox getmir. ehtimal ki, artroz var orada. Ola bilər bel fəqərlərində də osteoxondroz, spondilyoz var. Bunlar qoşulub bir yerə, bunu yıxıblar yorğanda. İndi həkimə getməlidir, konkret müalicə olunmalıdır da. Təşəkkür Həvəs edirəm. sağlam. Şübhəsiz. Qan laxtalanmasının yüksək olması ilə də bağlı ola bilər, damar kəzləşməsi ilə də bağlı Görürsünüz, ola mən bilər. deyirəm sizdə artıq Bəli, səbəblər çox ola bilər. Yəni ilk Məsələ növbədə doktor müayinə dedi. olunmalıdır. Bir də aktiv həyat tərzi olmalıdır. Yəni indi xanım söylədi, işləmir indi. Nə qədər müddətli işləmir biz onu bilmirik. ziyalı insandır Amma da indi. işləyib işləməməyindən asılı olmayaraq, yəni evdə də olsa belə, həyatda da olsa belə, yəni aktiv həyat tərzi sürməlidir. Maksimum çox gəzməlidir. Çünki ümumiyyətlə sümük Bir dənə cümlə xəstəlikləri işlətdi, Yalçın doktor fikir verin. Dedi ki, masaj eləməyə başlayırıq, durur yeriyir. Yəni, orada qan dövranı pozğunluğu var. Durğunluq var. O durğunluğu aradan qaldırır, biraz yerir, yenə də sonra birazdan sonra yer. Demək, siz deyən daha Ümumiyyətlə doğru. belə bir deyim var, yəni hərəkət, oynaq sümük xəstəliklərinin həyatıdır. Belə bir şey var. Ona görə əgər aktiv həyat tərzi keçirsə, elə bəlkə də heç bir müalicəyə ehtiyac qalmır, amma müayinə olunsun. Ulduz xanım, birinci suala cavab verək. Allergik rinit dedi ki, əncil yetişəndə xüsusən də o uşağın onu... Bəli, yaxşı olar ki, ümumiyyətlə birinci yoxlatmaq lazımdır uşağı. Yəni o allergiyanın səbəbini aydınlaşdırmaq lazımdır. Elə birinci bağırsaqlardan həzm sistemi yoxlanmalıdır, parazitlər mütləq yoxlanmalıdır. Bəzən olur ki, bağırsaqdan müəyyən parazitlər olur, onlar artıq verir, qanda allergiyalaşdırır bədəni və belə hallar olur. Onu yoxlatsın. İkincidə yenə qaymaritdir, yəni o mütləq yoxlatmalıdır onu. Çünki qaymaritdə də olur, rinitdə bunların hamısında burun tutulması olur. Bronxlarda biz soruşmadıq, bunda ümumiyyətlə bronxit olur, yəni belə spazmlar olur ya yox. Bunları yoxladandan sonra asandır. Yəni amma ona qədər hələlik o buruna hər axşam yatanda lap adi düzdür, kərə yağı uşaq vaxtı çay tikanı yağı. Çay tikanı yağı. Çay tikanı yağı kömək edəcək. Adi çay tikanı yağı hər buruna 2 damcı hələlik etsin. Yəni orada yerli iltihab varsa iltihabı götürəcək, yumşaldacaq, biraz nəfəs alma yüngülləşəcək. Amma yəni diaqnoz dəqiqləşəndən sonra ona əlbəttə daxilə müalicə lazımdır. Təşəkkür edirəm, çox sağ olun. Ümumiyyətlə, belə xəstələr, bu burunla bağlı olan xəstələr çalışmalıdırlar ki, belə aylarda, xüsusən də bax, indi o residivin artması dövründə də, xəstəliyin artması dövründə müayinəyə getsinlər. Çünki sonradan belə şeylər biraz çətinləşəndə artıq xroniki hala keçir və müalicə kimi çətinləşir. Bizim burada SMS-lərimizdən istəyirdim oxuyam, amma təəssüflər olsun ki, reklam vaxtı yetişdiyi üçün biz reklamlara ayrılırıq. Qısa reklam fasiləsindən sonra bir yerdə olacaq.